Huawei hər zaman novator olub. Onun ilk üçə qatılan smartfonu nəyə desəz dəyər. İndi isə tam fərqli bir form faktorlu yeni bir smartfon təqdim etdi. Düşünürəm ki, Huawei Pure X çox effektiv və praktik bir smartfon olacaq. Yeni məhsulun qiyməti 7499 yuan olub ki, bu da 1040 ABŞ dollarına bərabərdir. Huawei Pure X 2120-nin 1320 piksellik 6.3 inçlik OLED displeyə, 120 Hz tezlikli yeniləmə tezliyinə, 2500 nit pik parlaqlığa və 16-ın 10 tərəf nisbətinə malikdir. Xarici displey həmçinin OLED və 980x980 piksellikdir. 1.5 MP spektral sensor, 10.7 megapiksellik selfie kamerası. Smartfon 4700 mAh tutumlu akkumulyatora malikdir. 66 W'lıq sürətli naqilli, 40 W'lıq naqilsiz və 7.5 Watt reversiv zaryadkalıdır. Açıq halda ölçüləri 14.32, 9.17 və 0.715 cm-dir. Qapalı halda isə 7.43, 9.17 və 1.51 cm-dir. Smartfonun çəkisi 195 qramdır. Əməliyyat sistemi HarmonyOS 5-dir. Prosesoru açıqlanmır. Operativ yaddaşın həcmi 12 və 16 GB. Daimi yaddaş 256 və ya 512 GB-dir.